İran Fars işgal rejimi bütün sermayemizi, varlığımızı, mədənlərimizi çalıp, çapıp, talayıp, aparıp Lübnanda, Suriye'de, Irak'ta, Filistin'de ve dünyanın başka ülkelerinde fitne fesat yaratarak, terör yaratarak halkımızı aç ve yoksul bırakmıştı. Bütün yoksulluğun, fəqrin, felaketin sebebi yegane amili İran Fars işgal rejimidir. İran işgalında yaşayan millətlər ayrıseçkilik siyaseti ücbatından bu felaketlere düşar olmuştu. Güney Azərbaycan ise istisnai olarak ayrıseçkiliğe məruz qalmışdır. Bütün sahələrdə iqtisadi, nizami, siyasi, kültürel və hətta vərziş sahəsində belə ayrıseçkiliyə şiddətlə məruz qalmışdır. Necə ki bu son günlərdə traktorun əleyhinə olan ayrıseçkiliyi və təxribata hamımız təhrimlərə şahidik. Biz Güney Azərbaycan İstiqlal Partisi olarak bütün halkımızı bu fəqr felaketin sebebi olan İran Fars işgal rejimine karşı etiraza çağırırıq. Milli şuarlarımızla xiyabanlara çıxıb etirazımızı bildirməliyik. Hər yer əyləm yeri, hər zaman əyləm zamanı taktiki ilə İran işgal rejimine etirazımızı bildirməliyik. Azərbaycan qalx ayağa, amandı, var dövlətin mədənlərin talandı. Şah, Şeyx, Rəcəvi, Azərbaycan düşməni, bahalığın baisi, yoxsulluğun baisi İrandır. Rədd olsun işgalçı Fars, rədd olsun İran. Bu şuarlarla xiyabanlara çıxıb etirazımızı İran Fars işgal rejimine bildirməliyik.